day məndən keçib tək ki övladım varlı olsun deyirsənsə, ona havayı xərclik verməyi dayandır. Uşağın cibinə havayı pul qoymaq onu varlı etmir, gələcəyin müflisi edir. O, pulun necə qazanıldığını bilməlidir. Bunun üçün bugündən 5 manat qaydasına keçirsən. Çox sadədir. Ona evdə və ya həyətdə yüngül, amma məsuliyyətli bir iş ver. Məsələn, həyəti sulamaq, itə baxmaq və ya maşını yumaq. Qarşılığında gündəlik 5 manat ödə. Amma ciddi bir şərtlə. Bu 5 manatın 2 manatını istədiyi kimi xərcləsin, qoy gəlirin dadını çıxarsın. 1 manatını başqasına, ehtiyacı olan birinə versin, mərhəməti və paylaşmağı öyrənsin. Qalan 2 manatı isə toxunulmazdır, mütləq yığmalıdır. Beləcə, sən ona sadəcə pul vermirsən, pulu düzgün idarə etməyi öyrədirsən. Əgər bunu uşaqlıqdan öyrətməsən, illər sonra böyüyəndə o da sənə gəlib deyəcək ki,